Tarixi Aprel zəfərindən 9 il ötür. Bu münasibətlə Füzuli rayonunda Aprel şəhidlərinin xatirəsi anıldı. Füzuli rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Horadiç şəhərində Aprel şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılmış abidə kompleksi ziyarət olundu. Mərasimdə Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Aliyev, Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının sədri Nazimə Şamiyeva, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdi. Ziyarətçilər tərəfindən şəhidlərin xatirəsinə dərin ehtiram əlaməti olaraq abidənin önünə tər çiçəklər düzüldü. Şəhidlərin ruhuna dualar oxundu. Xatırladaq ki, Aprel döyüşlərində Füzuli rayonu 4 şəhid verib. Onlardan şəhid Səyyar Knyazoğlu Quliyev 1986-cı il noyabrın 13-də Füzuli rayonunun Zobcuk kəndində doğulub. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilib. Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Orxan İbrahimoğlu Həmidov 1980-ci il martın 29-da Füzuli rayonunun Əhmədalılar kəndində doğulub. Orxan Həmidov 2016-cı ildə başlanan Aprel döyüşlərində şəhid olub. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə igidliyə görə medalı ilə təltif edilib. Əslən Füzuli rayonu Qaraxanbəyli kəndindən olan Əlvan Hüseynov 1994-cü il noyabrın 14-ü Ukraynanın Dnepropetrovsk şəhərində doğulub. Gizir Əlvan Hüseynov 2016-cı ildə başlanan Aprel döyüşlərində şəhid olub. Əlvan Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə igidliyə görə medalı ilə təltif edilib. Daha bir Füzuli şəhidi Elnur Əliyev 1976-cı il avqustun 16-sında Füzuli rayonunun Dədəli kəndində doğulub. Mayor Elnur Əliyev 2016-cı il Aprel döyüşlərində əskərlərini qorumaq məqsədi ilə qumbaranın üzərinə atılaraq şəhid olub. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə vətənə xidmətə görə ordeni ilə təltif edilib.